Hər birinizi salamlayıram. Mən Oqtay Eloğlu əsərinin birinci pərdəsinin izahını çəkib paylaşmışdım. Kanalda baxsaz, axtarış eləsəz tapacaqsınız. Oradan baxarsınız. İndi digər pərdələri gəlin təhlilinə və məzmun hissəsinə baxaq. İkinci pərdədən başlayırıq artıq biz burada. İkinci pərdədə nələr var? Artıq birinci pərdədə görürdük ki, bir tamaşa oynanılır. İkinci pərdədə də artıq xəbər dərc olunub qəzetdə. Aktorlar həmin o qəzetdə dərc olunmuş rəyləri oxuyurlar. Bu rəylərdən məlum olur ki, Oqtaya əhatə edənlərin əksəriyyətində istedad olmadığı kimi aktyorluq peşəsinə heç rəğbət, hörmət də yoxdur. Tamaşalar yalnız Oqtayın səyi və sonsuz zəhmət hesabına baş tutur. Yəni rəylərdən bu nəzərə çarpır ki, yəni insanlar görürlər ki, həqiqətən də burada can qoyan kimdir? Oqtay ilə Səmədin söhbətlərindən aydın olur ki, bu böyük aktyor xalqına xidmət edən, xidməti hər şeydən uca tutur. Yəqin ki, birinci pərdədən sizə tanış gəlir bu söhbət. Firəngiz məhəbbətini Oqtaya etiraf edir. Oqtay onu gözləyən məhrumiyyətdən, yoxsulluqdan dönə-dönə danışır. Firəngiz hər əziyyətə qatlaşmağa hazır olduğunu söyləyir. Oqtay Firəngizin inadkarlığı qarşısında sevgisini dilə gətirməli olur. Yəni bir növ burada Firəngizin inadı olur da. Öz sevgisinə etiraf edir. Oqtay da hər şey ona danışır, amma yenə də Firəngiz əl çəkmir. Və nəhayət Oqtay da öz sevgisini dilə gətirməli olur. Sonra keçirik üçüncü pərdəyə. Üçüncü pərdə Aslan bəyin qəbul otağı. Aslan bəy də bilirdiniz də Firəngizin qardaşı idi. Nadia, ax sən məktubu kitabın arasına neçin qoyursan ki, Aslan bəy də onu tapsın? Burada söhbət Oqtaydan Firəngizə gələn məktubdan gedir. Firəngiz də deyir ki, Nadia, həmişə qoynumda gəzdirərdim. Bircə dünən Nadia. Hər halda Aslan bəy bugün Oqtayı çağırtdırmış. Deyir, əgər çağırtdırsam dediklərim sözlərin hamısını bir-bir Oqtayın özünə deməlidir. Özü də qapının arxasından qulaq asacaqdır. Firəngiz, Nadia, sən o dəqiqəni görmüş olsaydın, özün də razı olmazdın. Of dediyim sözlər, hətta onunla əbədi gözyaşlarına belə razı olduğumu söz verdim. İndi onların hamısını danmaq. Nadia, həyatın coşub düşüncəni, iradəni, etirazları təslim etdiyi vaxtlar olur. Belə bir halda sən də demişsən, indi anlayar, çəkilirsən. Firəngiz, Nadia, mən onu görməzdən Allahımdan ölüm istərdim. Onun əzici baxışları altında alçaq bir yalançı kimi qızarmaq. Səni oynadırdım, zarafatca dedim, bilməm nələr söyləmək. Ax, mən də bir insanam, ax, onun da ürəyi vardır. Nadia, sanki hər sözün bir qanun imiş. 5 aydır onu görmürsən. 5 aydır, artıq 5 aydır ki, görmürlər. 2 kəlmə söylərsən. Bir də heç bir zaman o ki səni görməyəcəkdir. Bu qısa müddətdə zəhərdə olsa. Firəngiz, vallah zəhər tapsaydım içər, bu qədər tərəddüd etməzdim. Nadia, yaxşı ki hələ atam bilmir, yoxsa bizi də bu evdən köçürər, öldürər. Məni də, atamı da, hamısını öldürər. Nadia da elə bir ki, Rus təhsilli təbii ki, bir Rus qızıdır. Atası ilə köçübdür, gəlib Firəngizgildə yaşayırlar. Nəyə görə Firəngizgildə yaşayırlar? Çünki Aslan bəy belə istəmişdi. Aslan bəy istəyirdi ki, Firəngiz Rus təhsilli bir qızdan görsün, götürsün, ondan öyrənsin. Yəni özünü necə aparmaq lazımdır. Çünki Aslan təbii ki, Rus idarələrində işləyirdi, dövlət idarəsində işləyirdi. Onun ətrafındakılar da ruslar idi. İstəyirdi ki, yəni onların yanında utanmasın. Firəngiz, axı bunların hamısı neçindir? Sanki yoxsullarla yaşamaq olmaz. Altunsuz, üzüksüz olsa yaxşıdır. Fəqət olmayanda qiyamət olmaz ki. Nadia, onu sən atandan, qardaşından soruş. Deməli, atası, qardaşı razı deyil belə bir aktyorla, kasıb bir aktyorla evlənməyə. Firəngiz, valla ürək sevən dünyalardan yaxşıdır. Sanki onu Danyar bəydən əksikdir. Mən onunla daha xoşbəxt olardım. Fəqət çarə nədir? Sən yenə bu paltarı dəyişməlisən. Axı qardaşın dedi. Firəngiz, məni belə o məni deyir belə görmək istəyirdi. Tikdirdim, bir daha görüşmədik. Bari bugün son görüşümüzdə Allah neçin məni qız yaratdın? Deməli burada söhbət nədən gedir? Oqtayın Firəngizə yazdığı məktubu Aslan tapıbdı və burada Nadiyadan Firəngizə xəbər göndərib ki, getsin desin ki, Oqtay gələcək, onun yanında hər şey danmalıdır. Yəni əslində Oqtayı sevmədiyini deməlidir. Və Nadia da deyir ki, yəni belə eləməlisən də. Bəs Danyar bəy kimdir? Danyar bəy də deməli
O da dövlət dairələrində işləyən bir adamdır. Firəngizə elçi düşübdü. Yəni Firəngizi artıq ona vermək istəyirlər. Oqtay kasıb bir oyunbaz olduğu üçün, o aktyor olduğu üçün ona vermək istəmirlər. İndi burada da deyirlər ki, Firəngiz gərək hər bir şeyə dansın. Burada da yəni Oqtayın sevdiyi bir paltar var idi ki, Firəngiz onu geyinmişdi. Deyir ki, yəni Aslan bəy deyib ki, bu paltarı da əynindən çıxartsın. Sonra Gülgəz gəlir. Bəs Gülgəz kimdir? Gülgəz də Firəngizin anasıdır. Ay qız deyir, atan gəlir. Bilmirəm ki, bu boynunu Allah sındırmış, yenə nə eşidib. Bir çanaq qanı götürüb başına gəzdirir. Gəl evlərin birində gizlən. Gəldi Nadiya girin şeylərini də tökdü həyətin ortasına. Hacı zamanında ümumiyyətlə bir din adamıdır. Təbii ki, din adamıdır. Nadiya da belə deyək də rusdur. Təbii ki, bunları xoşlamırdı. Hacı zaman bunları xoşlamırdı. Aslanın təkidi ilə onlar bunlarda yaşayırdı. Allaha and olsun kəfəni sallan boynuma cahad eləyərəm. Bütün dünyanı qıraram. Firəngiz getməyəcəm. Qoy gəlsin, bir yolluq öldürsün, qurtarım. Nadiya, mən qorxuram deyir. Gülgəz, gəl sən Allah bizi qana salma, səni axtarır. Firəngizi aparırlar. Hacı zaman daxil olur. Hacı zaman, hanı o? Bəs sən qız olasan. Hanı o küçüyün balası? Gülgəz, ay kişi, evdə qonaq var, nişan gətirmişlər. İndi nə olmuş ki, Allah eləməmişkən? Tufu sizin zatınıza, namussuz balası namussuzlar. 60 yaşım var, adıma güldən ağır bir söz deyilməyib. Aləmə mən gülmüşəm, indi siz məni biabır edirsiniz. Mənim qızım teatrlara, oyunbazxanalara getsin, xalq mənə tənə vursun, itin balası it dağdaram beynində, qanlı Rüstəm kimi hamınızı qıraram. Burada onu qeyd edeyim ki, əslində Hacı zaman bu məktub məsələsindən xəbəri yoxdur. Məktub məsələsindən xəbər olsaydı, bunların hamısını burada qırardı. Sadəcə olaraq o Firəngizin teatra getdiyini öyrənibdi, ondan xəbər tutubdu. Gülgəz, ay kişi, valla mən yazığın heç bir şeydən xəbəri yoxdur. Hər nə olsa yenə qardaşı bilər. Hacı zaman elə o namussuz qardaşı deyilmi mənim başıma bu işləri gətirən? Gəldi dayısı oxusun. Dayısının təkidi ilə oxuyub Aslan. Bir ətək pul qoydum, sonra özü gəldi, qız da oxusun. Sonra digəri deyir ki, qız da oxusun qoy. Sən də şeytan kimi girdin mənim qəlbimə. Filan kəsin qızı oxudu, filan oldu. Fit götürdü. 2 tarih kəsə altda soxdu mənim evimə ki, bunlar da onun tərbiyə. 2 kəsə altı deyəndə bu Nadiya'nın atası nəzərdə tutur. Tərbiyə versinlər. Az qalıb mənim boynuma da bir bürünc xaç da salsanız. Yəni deyir, xristianları gətirdiniz mənim evimə. İndi gəlin məndə bir boynuma bir xaç da salın hələ. Gülgəz, ay kişi, oxumağın sənə özün deyirsən ki, Divandərədə hörməti var, sözün keçir. Yəni deyir, sən özün deyirsən ki, yəni hər tərəfdə sənin sözün keçir də, harda olsa sənin sözün keçir. Sonra o kişidir cəhənnəm. Yəni deyir ki, cəhənnəmdə Aslan oxudu, kişidir cəhənnəm. Yoxsa qız xeylağı oxusun da bir əbri həya ilə, yoxsa baş açıq gəzmək belə namussuzluq olar. Yox, görünür mən əvvəlki adam deyiləm. Mənim kişiliyim qalmayıb. Bunların hamısının səbəbi sənsən. Mürtədin qızın mürtəd. Burada bir Gülgəzi ittiham eləyir burada. Müddət də nə deməkdir uşaqlar? Müddət də yəni imanı diri tərk edən deməkdir. Elə bir ki, Hacı zamandan Aslan bir təzadlıdır təbii olaraq. Aslan Rusiya meyillidir, Hacı zaman da din adamıdır. Aslan gəlir, deyir yenə nə olubdu, evdə qonaq var, bu nə vur-havurdu, nə var? Hacı zaman. Zəhrimar var, dərd var, zəqqum var, kafir oğlu kafir. Mənim qızımı Urus evinə soxdunuz. Bəs deyil, indi də qızımın sorağı bir para pir adamlar kimi qəmədiyələrdən gəlir. Az qalıb ki, mənim boynuma da bir xat salıb, başıma da bir ləçək bağlayasınız. Ləçək də qadınlar bağlayırdı. Bu qəmədiyə nədir? Bu da qadınlar məclisi deməkdir. Ləçək bağlayasınız. Salaram kəfənin boynuma, cahad edərəm, qıraram bütün dünyanı. Aslan. İndi nə var ki, teatr fəna bir şey deyil. Bir məktəb kimidir. Aslanın fikirləri əslində zahiri fikirləri idi. O yəni daxilən elə fikirləşmirdi. Birsiz Aslan kimi oxşuyur biraz. Bu anamın kitabı əsərində Rüstəm var idi. Yəqin ki bilərsiniz. Onun kimi yəni bu zahir bir şeydir. Göstərməlikdir. Xalq ondan ibrət alır. Hətta məsciddən də müqəddəs. Hətta Aslan teatrı zahirən, yəni zahirən də bu təbii ki teatr onun sevgisi o qədər də yox idi. Məsciddən bir üstün yer tutur. Gör bunu yəni Hacı zamana deyir də din adamı olan bir insana. Hacı zamanı təbii ki əsəbləşirdi. Tufuz ən zatına, daha sənin sözüm yoxdur. Aslan, bəli, oradakı sözlər axundların sözlərindən daha yaxşıdır. Xalq görər, adam öldürməz.
Had zaman. Deməli oradakı oyunbazlar, hətta deyirlər arvad tumanı geyənlər, o namussuzlar 70 ili Allah kəlamı oxumuş axınlardan yaxşıdır, hə? Qız xeylağa gedib o namussuz kişilərin rəngli üzlərinə baxsın. Görür ki, had zamanda yəni qəti olaraq teatrın əleyhinədir. Aslan arvad da kişi kimi bir insandır. Biz analarımızı çarşaf içərisində cəhalətdə saxlamışıq. Başqa millətlər, bir də axı mən də bacımı gizlətsəm Sabah Qlava, bax burada əsl üzü çıxır ortaya. Sabah Qlava, qubernator və başqaları mənə də bir vəhşi deyərlər, gülərlər. Mən bir qapıdan girə bilmərəm. Əslində bu özün belə deyək də digərlərinin gözündə belə hörmətli göstərmək üçün əslində teatrı bir yaxşı yer göstərir. Vay vay, kül mənim başıma. Hər yeri göyü, ya ey yeri göyə yardan pərverdigar, ya məni öldür bu günləri görməyim, ya da baba, canım gözüm, nə istərsən? Sən daha mənim oğlum deyilsən. Deyirsən mənim oğlum deyilsən. Verin mənim qızımın əlini mənim əlimə. Mən köçüb gedəcəyəm Kərbəlaya. Daha mən təngə gəldim. Dinim, məzhəbim getdi, namusum getdi. Gəl yığışdır mənim müxəlifatımı. Müxəllifatımı deyir. Gəl yığışdır. Müxəllifatım da nədir? Yəni əleyhimə olanları gəl yığışdır deyir, ay Allah. Gülgəz, ay balam, sən deyirsən məscid axund, bunu da bir dil ilə. Bir tərəfə baxanda doğru deyir də. Gülgəz burada kişiyə haqq verir, had zamana haqq verir. Deyir ki, yəni sən nə danışırsan? Məscid hara, teatr hara, yəni belə bir şey demək olar. Aslan da deyir ki, bütün şəhər məni ağıllı bilir, Çilen seçibdi. Çilen də birisi nədir? Yəni təşkilat qrupun rəisi də seçibdi. Bir də siz deyir, odur da qızın gedib bir yerdə hörməti olmayan itin birisinə məktub yazır. Sən onu aparmasaydın, Gülgəz də burada Aslanı ittiham edir ki, yəni sən onu teatra aparmasaydın, o da belə bir şey eləməzdi. Aslan da deyir ki, yaxşı, yenə evdə otur. Qlava filan buradadır. Qlava da birisi də nədir uşaqlar? Başçı deməkdir. Bu tikarka paltarda deyir bayıra çıxma, yəni yaraşdırmır o paltarı əyninə. Ayıbdır yəni. Gülgəz başını tərpədib gedir. Sonra Nadiya gəlir. Aslan bəy Firəngiz ağlayır, yalvarır ki, mümkünsə məni onunla görüşdürməsin. Aslan, axı onun bəhanəsini kəsmək üçün əlimdən bir fakt olmalıdır. Sən ona anlat ki, mən deməli sən deyir ona anlat ki, mən общественный hadi qaldıq. Общественный adamam. Rus dilində bir söz var. Yəni ictimai işlərdə olan bir adamam da deyir. İctimai işlərdə olan adam mənasındadır. Sabah bir ziyafətə düzəltdim. Bir ziyalı kimi bacım olmalı, əri olmalıdır. Hansı yaxşıdır? Deyəcəm bacımın əri Radovoy Dravnoyun uprava əzası Mecdronnik komensar Danyar bəy Qalaçxanovdur. Yoxsa desəm ki, yəni burada bir dövlət vəzifəsində işləyir Danyar bəy, onun belə deyək də burada vəzifəsini sayır. Qalaçxanovdur. Ya onda deyim ki, Kaloytu bədbəxt Nictonnik Raskoy aktyor ki, heç bir xeyrə şeirə buraxmırlar. İf dəftərlərində də adı yoxdur. Yəni bir bədbəxt deyir aktyordur desəm yaxşıdır, yoxsa bir işi gücü olan adamdır desəm yaxşıdır. Nadia, hamısını demişəm, ancaq sözlərini danmaqdan utanır. Aslan, mən onu sürgün elətdirərəm, onu da tapşıraram atasına. Mən deyir, Oqtay sürgün elətdirərəm, qızı tapşıraram atasına. O, yox, deyir, söylərəm, ancaq ona bir şey etməsin. Özümü öldürərəm əgər deyir ona bir şey eləsə. Aslan, mən onun üçün pul hazırlamışam, razı salaram. Aslan bəy düşünür ki, Oqtaya pul verəcək, Oqtay da razı olacaq. Hər halda özüm qapının arxasından qulaq asacağam. Bir də bugün o gələcək. Danyar bəyə də nişan göndərmiş. Bu hayda, küydə, bu qırğında Danyar bəy də burada nişan göndəribdi. Stepan Vasilyeviç falan da gəlmiş. Sizdə nişan gəlirkən qız özü məclisə gəlirmi? Burada yenə də Nadiyadan rusların təlim tərbiyəsini öyrənir ki, yəni orada necə olur? Qız özü də gəlirmi, gəlmirmi? Danyar bəy də sənin üstə müharibə açmışdı ki, Aslan bəy mütləq seçilməlidir. Burada bir telefonla danışır. Telefonla danışanda Oqtay girir. Oqtay da deyir ki, Aslan Oqtaya deyir ki, oturun. Belə, yəni deyirsə belə soyuq dəyərdə, əyniniz nazikdir, çalışırsınız, deyilmi? Deyirlər, çox gözəl işlərsiniz, teatr yaxşı şeydir. Oqtay, vəzifəmiz və bacarığımız budur, neçin daha tərəqqi edər? Yəni deyir, nəyə görə belə düşünürsən? Yəni daha da tərəqqi eləyər də, daha da inkişaf eləyər.
Sonra Oqtay tərəqqi etməmək, yaşamamaq deməkdir. Yəni inkişaf eləmirsənsə deyir yaşamırsan əslində. İndilik səhnəmiz gəncdir, aktyor yox, əsər yox. Hər kəsin köməyi olarsa bir şey yaratmaq olar. Aslan, təbii. Kömək etmək hər kəsin borcudur. Çünki teatr bir məktəbdir. Yenə də burada teatr bir məktəb adlandırır. Oqtay, teatrın bir məktəb, bəlkə də demək olar ki, bəlkə də demək olar. Fəqət bir sənət məbədi kimi o daha yüksəkdir. Yəni məktəbdən də yüksək sayır Oqtay teatrı. Aslan, iş burasındadır ki, deyir, mənim əlimə bir məktub keçib əsas məsələyə keçir burada. Altında siz imza etmişsiniz və bacıma göndərmişsiniz. Bəli, deyir, yazmışam. Aslan da deyir ki, yəni o məktubları siz mənə verməlisiniz də. Oqtay da deyir ki, yox da, yəni mən belə bir şey eləyə bilmərəm. O məktublar yəni nə sizədir, nə də sizləndir. Mən onu nəyə görə sizə verim? Aslan da deyirdi, yox da mənə verməlisiniz. Oqtay da deyir ki, məktub yiyəsi Hürriyyət Nisvançı bir adamın bacısıdır. Hürriyyət Nisvançı nədir? Yəni qadınların azadlığını istəyən deyir bir insanın bacısıdır. Da əgər deyir lüzum olarsa, qadın özü gəlib, Firəngiz özü gəlib bunu deyə bilər. Aslan da deyir ki, Hürriyyət Nisvan təcrübəsiz bir qızım, yəni qadın azadlığı təcrübəsiz bir qızım. Hər halda mən avamlar kimi tapança ilə danışmıram. Fəqət bir ziyalı kimi sizi məhkəməyə cəlb edər, Sibirə göndərə bilərəm. Burada bir təhdid eləyir. O bir söz var, deyir, kimdə nədən yoxsa ondan danışır. Fikir verirsiniz, Aslan da davamlı olaraq deyir ki, yəni mən geri deyiləm, geri fikirli deyiləm, yoxsa sizinlə tapanca ilə danışardım. Sanki özündə olmayanlardan danışır ancaq. Oqtay, məni qorxuda bilməzsiniz. Başqa sözünüz varsa söyləyin. Aslan, qorxmayırsınız, amma gizlədirsiniz. Bu nə deməkdir? Oqtay, bu o deməkdir ki, könüllər sevilərkən dəllallar susmalıdır. Yəni burada deyir ki, könüllər sevilərkən dəllallar susmalıdır. Dəllal nə deməkdir bəs uşaqlar? Dəllal da vasitəçi deməkdir. Yəni biz deyir bir-birimizi sevmirik də, vasitəçilər sussa yaxşı olar. Buna deyir lüzum gərək yoxdur. Mən təkrar edirəm, siz mənə bir şey söyləməlisiniz. Oqtay lüzum görürlərsə özü söyləyə bilər. Oqtay deyən davamlı olaraq deyir, özü gəlsin söyləsin. Yəni Oqtay heç düşünmürdü ki, Firəngiz hər şey gəlib dana, yəni heç düşünmürdü. Çünki Firəngizin özünün inadı ilə Oqtay ona hətta sevgi etirafını eləmişdi. Oqtay bütün onu gözləyən, Firəngizi gözləyən məhrumiyyətləri ona demişdi. Yəni heç düşünmürdü ki, Firəngiz gəlib ona belə bir zərbə vura bilər. Aslan da deyir ki, burada Oqtay deyir ki, yəni mən sizinlə deyir çox görüşmüşəm, danışmamışam. Çünki istəyir böyük adamlar biz sizə zəhmətinə qarşı hər kəsdən təhqir görən zavallı, belə düşünür Oqtay. Əxlaqsız aktyorlar. Fəqət eşitdiklərimdən bilirdim ki, siz cinovnikdən başqa bir şey deyilsiniz. Yəni fikirləşir ki, cinovnik nədir ki, güya? Cinovnik də dövlət işçisi deməkdir. Aslan da deyir ki, hər halda bir cinovnikəm də. Aslan, hər halda bir cünün şübhəsiz deyir. Bu sözləri iftixar edə bilərsiniz, fəxr duya bilərsiniz. Fəqət məncə onun mənası bilirsiniz nədir? Bir heç, yəni cinovnikdə deyir bir heç deməkdir. Aslan, mən sabah qubernatora müraciət edər, yenə burada təhdid eləyir. Sizi həbs etdirər, sürgün elətdirərəm. Siz məni yaxşı tanıyırsınız. Mən uprava əzasıyam. Yəni təhdid edir burada. Yəni rəhbərlik orqanındanam da deyir, səni sürgün elətdirərəm, həbs elətdirərəm. Qubernatora şikayət elətdirərəm, şikayət edərəm. Oqtay da deyir ki, mən sabah söyləyərəm ki, siz mənim üçün bir məna, yəni deyir, mən sabah da yenə deyəcəm, siz mənim üçün bir mənasızsınız. Aslanla burada belə bir dialoqu gedir. Yəni burada yenə də Avropa məsələsini açır Aslan. Bu da deyir ki, mən Avropalı deyiləm. İnsan könlü kimsənin qəyyumluğunu qəbul etməz. Siz deyir, Aslan da deyir ki, o sizi tanımaq istəmərkən aldadaraq. Yəni Aslan elə deyir ki, yəni sən onu aldatmısan da, sən Firəngizi aldatmısan. Əslində o səni istəmirdi. Oqtay deyir ki, yalan deyirsiniz də, mən bu sözü özündən eşitmək istəyirəm. Oqtay burada israr edir ki, özü gəlib bu sözü deməlidir. Deyir ki, yox, siz deyir qızararsınız da, yəni qızararsınız belə bir şey olsa. Oqtay da deyir ki, kimin daha çox qızaracağı hələ şübhəlidir. Aslan, çox yaxşı deyir, mən indi Firəngizi çağıraram, Firəngiz burada gəlir. Firəngiz deyir ki, Oqtay, mən sizə göndərdiyim məktubları lütfən qaytarmasını rica edirəm. Oqtay da deyir ki, zaten bu cansız kağız parçalarının heç bir əhəmiyyəti yox. Onlarla azad bir könül zorlanmaz. Fəqət deyir, nəyə görə sən o kağız parçasını istəyirsən də, onun heç bir mənası yoxdur.
Firəngiz, siz mənim sizə qarşı səmimiyyətimi başqa cür düşünürsünüz. Oqtay, başqa cürmü? O başqa cür nə cür? Firəngiz, mən adətən bir aktyor kimi, bir sənətkar kimi sizi sevirdim. Fəqət bu kimsəyə heç bir şey üçün haqq verməz. Əslində, yəni görürsüz də Firəngiz bunu təbii ki öz istəyi ilə demir, Aslan bəyin istəyi ilə deyir, amma ikinci pərdədə özü deyirdi ki, yəni mən səni çox sevirəm. Oqtay da deyir ki, haqq verməz. Bəli, bəli. Sonra bir aktyor kimi sevirsiniz. Sonra siz özünüz deyirdiniz ki, bilirsiniz ki, Rus aktyorlarını hər gün yüzlərcə qızlar kağız yazırlar. Bu o demək deyil ki, hamısı ona başqa cür sevir. Yəni deyir, mən səni bir aktyor kimi sevmişəm. Firəngiz belə deyir. Firəngiz, axı bir mənə anlat ki, sən nə? Allah eşqinə, anlat ki, bu qanlı komediyaların, bu gülünc faciələrin, bu müthiş müəmmaların əsl mənası nədir, nə? Zavallı ürəkləri telbətel dibib parçalayan bu məsum baxışlar tam 3 il, 3 il, 3 il deyir, sən gəldin, getdin. Bir eşqin gözəlliklərini oxşayan xəyali mahnılar, sarsılmaz qüvvələr, sarsıdan yorğun qolları qüvvətləndirən bu dadlı ümidlər, bir qızın yanaqlarını öpən qucan bir məsum qızartılar, bu qızartıları öpən zəif göz yaşları, bu izdirablar, üzüntülər, hamısı qanlı bir əyləncə, qara bir yalan, yəni burada Oqtaya görürsünüz ki, çox pis təsir eləyir də. Yəni deyir 3 il deyir, bunlar hamısı yalan idi. Həqiqətən də mənlə burada Oqtay sarsılır. Firəngiz də deyirdi ki, siz həmişə deyirdiniz ki, orada heç bir şey həqiqət deyil. Sözlər, hərəkətlər, eşqlər, hətta insanlar belə süni olduğunu, hətta özünüz belə gördüyünüz. Bax, burada süynülük məsələsi elə buradan qaynaqlanır. Oqtayın sonra o tutduğu süni məsələsi. Yəni, Firəngizin süyniliyini görür. Əslində, hər şeyin o göründüyü kimi olmadığını görür. Ondan sonra Oqtay sanki bir heçlik yolunu, həqiqət axtarış yolunu tutur. Nə üçün deyir? Yəni, hər şeydə deyir, düşünürdünüz ki, hər şey sünidir. Ne üçün deyir bircə mənim sözlərimin süni olması, olmamağını düşünürsünüz? Nəyə görə həqiqət düşünülsün? Oqtay, süni, orada hər şey süni, fəqət mənim ürəyim. Mənim deyir, ürəyim ki, süni deyildi. O yüksək bir ideal, bir eşq ilə çırpınırdı. Yəni deyir, nəyə görə sən onu parçaladın? Nəyə görə deyir, mənə belə davrandı? Yəni, çox pis təsir eləyir burada. Çox pis təsir edir. Həqiqət axtarır. And içirəm deyir onun yoxluğuna ki, bu gündən onu axtaracağam. Bax, burada deyir ki, mən bu gündən sonra həqiqət axtaracağam. Həqiqət arxasınca düşəcəm. Aslan da deyir ki, məsələ aydındır. Şübhəsiz siz yanılmışsınız. Fəqət unutmayın, gənclikdir. Hər halda xidmətiniz üçün sizi sevirik. Çox mədən danışır Aslan bəy. Eşitdim, maddi cəhətdən sıxıntınız var. Burada Oqtaya pul təklifi eləyir. Mən deyir, həmişə yardımımı üstünüzdə hiss eləyə bilərsiniz. Oqtay da deyir ki, bəli, budur, səbəb bu. 30 illik dərsində həndəsədən başqa bir şey öyrənməyən, dilsiz, ağılsız qoyunlar kimi həyatı yuvarlanmış, cansız, duyğusuz bir yığın əski parçalarını tapındıran, yüksək eşq, alçaq bir oyuncağa çevirən, 3 ildə 2 söz deməkdən utanan, məsum bir yavrunu qramofonlar kimi söylədən budur. Qramofon da keçmiş bir musiqi aletidir, səs yazan qurğu kimi. Yəni deyir, Firəngiz deyir 3 ildə danışmırdı. İndi deyir necə dil ötür. Bunu deyir danışdıran, qramofonlar kimi danışdıran, bəli, puldur, pul. Amma deyir, mənim bunlara qarşı altının pulum yoxdur, amma bunlara qarşı saf bir ürəyim var. Fəqət nə üçün deyir, qollarım sarsılmaz, qüvvətim var. Mən bir aslan kimi çarpışırkən bir yırtıcı çıxdı. Çıxdı da onların hamısını çeynədi, qırdı, tökdü, tapdaladı. İndi mən sarsılmış qüvvət, bu sönük ruh, ölgün ürək nə ilə edə biləcəyəm? Nə, fəqət yeriyəcəyəm. Həm də qarşısında bir qalmış, o da intiqam. Aslan da deyir, sən kimdən intiqam alacaqsan? Oqtay da deyir, hər halda intiqam sizdən, cansız, duyğusuz, varitnikli odun parçalarından olmayacaqdır. Siz bu intiqam hədəfindən çox aşağısınız. Sizdən mühit özü intiqam alacaqdır. Çünki siz bir heçsiniz. Məqsədiniz mənsəb, diləyiniz pul, işləriniz də özgələrdən meymunlar kimi kobudcasına alınmış bir moda. Fəqət mühit irəlilər, çəkməz. Çox zamanki taleyi ilə oynadığınız bu zavallı xal özü əməlpərvər gənclər, səmimi idealçılar, böyük qəhrəmanlar, mübarizlər yetişdirəcək. Mühit sizə irəliləyəcək və gələcək əski parçaları kimi işıqlıqdan qaranlıqlar, aydınlıqdan kölgələr deyə diri ikən tarixin arxivlərinə atılacaqlar. Mən deyir, sizin kimi cansız varlıqlardan, yəni intiqam ala bilmərəm. Siz mənim deyir, intiqamdan aşağısınız. Sizdən deyir, xalq, mühit özü intiqam alacaq. Aslan da deyir, mən başa düşmürəm, siz kimdən intiqam alacaqsınız? Oqtay deyir, kimdən?
özümdən, öz eşqimdən, öz taleyimdən, öz idealımdan, öz tanrımdan, həyatdan, mühitdən, gələcəkdən, həqiqətin yoxluğundan mən o olacağam ki, bundan sonra ola biləcəyəm və olacağam bir səfil. Özünü bundan sonra bir səfil adlandırır. Mənlə sarsılır. Sanki özünə bir cəza verir, cəza yol tutur. Həm də sadə bir səfil yox, səfillər padşahı. Budur mənim intiqamım. Mənim intiqamım deyir nə olacaq? Səfillər padşahı olmaq olacaq. Əlindəki pullar bütün qüvvətilə aslan pəyinin üzərinə çırpıb, son bir baxışla gözlərini yerə tikmiş Firəngizi süzərək dönüb gedir. Nadia və Aslan arxasınca çıxır. Firəngiz qapıya yaxınlaşıb dayanır və məsum-məsum baxarkən içəridən səs oxuyur. Görürük ki, burada bir lirik parça var. Faciənin içərisində bir lirik parça var. Firəngiz baxır, birdən üzünü örtüb, bərkdən ağlayaraq divan üzərinə atılır və boğulurcasına ağlayırkən. Sonra 4-cü pərdə başlayır. 4-cü pərdədə artıq sürgün edilibdi Oqtay. Sürgündən qayıdıb artıq gəlibdi. Qarlı bir qış gecəsi, səhnə soldan ölgün, hissli və çirkin bir meyxana, sağda isə qaranlıq bir küçəni təsvir edir. Meyxanada Oqtay səfil solğun qiyafəsində başında miz üzərinə qoyulmuş. Görürsünüz, burada bir remarkadan istifadə olunub. Remarka birisi də yalnız nəsrlə olur. Aktyorlar və rejissorlar üçün nəzərdə tutulur təbii ki. Ötədən gələn ara sıra sərxoş gülüşlər içəridə keyfli bir dəstənin olduğunu anladır. Küçədə Səfər ikinci dilənçi. Səfər də birisi də kimdir? Uşaqlar, Səfər Oqtayın bacısı idi. Deməli, Səfər görürük ki, burada dilənir. Bu illər ərzində indi olanları biz Səfərin dilindən eşidəcəyik. Görək Səfər nə deyir? Səfər deyir ki, ondan sonra yazıq qardaşım buradan sürgün edirlər. İndi 10 ildir ki, artıq 10 il keçibdi, göndərilmişdi. O zaman mən 5-6 yaşlarımda çocuq idim. Yəqin ki, indi 15-16 yaşlarındadır. Gedərkən məni hər bir şeyimizi daima tapşırdı. Hər bir şey dayısına tapşırır Oqtay. Tədriclə satıb məni saxlasın. O da 1-2 il məni saxladı, evimizi satdı, hamısını dağıtdı, öldü, getdi. Ondan sonra dayısı da ölüb gedib artıq. Ondan sonra mən küçələrdə qaldım. Həmin Firəngiz gəlib məni tapdı. Ərindən gizlin həmişə, əri də kimi idi? Danyar idi. Firəngiz Danyarla evlənmişdi. Gizlin həmişə mənə kömək edərdi. Bəzən yazıq bir ixtiyar ağlayaraq üzümdən öpüb deyərdi: "Ox Səfər, mən sənin qardaşını sevirdim. Hər ikimiz bədbəxt olduq." Sonra əri onu çıxartdı. Mən də qulluqçu durdum. Mən də qulluqçu durdum. İndi bir neçə aydır ki, xəstələndim, qovdular. Ad səfil, sərgərdan küçələri dolaşıram. İndi ara sıra küçələrdə adamlar Oqtay Eloğlu yaxşı oynayarmış. Artıq üzərindən 10 il keçib və Oqtay Eloğlu, insanlar başa düşür ki, artıq Oqtay Eloğlu yaxşı oynayır. Hayf ki, sürgün etmişlər deyə danışırlar. Ox, mən yazıq qardaşımdan bəlkə bir xəbər öyrəndim deyə saatlar arxalarınca yüyürər. Qardaşım barədə belə gözəl sözlər danışdıqları üçün onları sevirəm. Fəqət heyhat, artıq illər keçibdi. Səfər burada başına gələnləri danışdı. İllər keçib artıq Oqtaya bir məhəbbət artıb tamaşaçılar arasında. Səməd və Oqtay çıxırlar. Səməd də birisi də kimdir? O Oqtay hansı ki, Oqtayın atası onun atasına, Oqtayın atası Səmədə yaxşılıq etmişdi. Səməd də deyirdi, sən get Rus teatrına. Və yaxud da ki, Dilmanc işlə. Xaspolat da həmin dövrdə bir aktyor idi. O deyirdi, mənim işim gücüm var. Onun burnu ilə lağ-lağ eləyirdilər. Xaspolatın burnu ilə. Şaqqulu və Mazandaranski. Həmin o Xaspolatda deyirdi, əyilmirəm. Sonra nə bilim mən hansı qapıdan çıxacağam və s. Birinci pərdədə yadınızdadır yəqin ki. Səfər qardaşlar acam kömək edin. Səfər onlardan kömək istəyir. Sanki insanın ürəyi daşdır. Gündüz utanır, bayra çıxmıram. 2 gündür acam. Xaspolat, siz o vaxtı dost idiniz. Olsa siz ona təsir edə bilərsiniz. Xaspolat artıq, yəni Oqtaydan xəbəri var, Oqtayın gəlişindən xəbəri var. Səmədi özünə aparıb ki, bəlkə siz deyir ona təsir edə bilərsiniz də. Səməd də doğrudanmı bu odur? Adı dillərdə dastan kimi gəzən, bir zamanlar Azərbaycan səhnəsini titrədən Oqtay Eloğlu budurmu? Ola bilməz deyir, ola bilməz. Mən onu deyir, oyadacağam. Xaspolat, yox, Səməd bəy, başqa çarəsi yoxdur. İndi meyxanəni bağlayacaqlar, sərxoş çıxacaq deyir. Mən bir neçə dəfə gəlmişəm, amma yəni danışdıra bilməmişəm də, razı sala bilməmişəm. Burada Muxan var, indi görək Muxan nədir? Yenə gəlmişlər, söylərəm gəlib burada çalarlar. Xaspolat 3 gün əvvəl buradan keçirkən onu gördüm, tanıdım. 3 gündür ki, deyir, hər gün gəlirəm, gedirəm, yəni
Nə qədər pul da vəd etdim, yəni deyir gəlmək istəmir. Səməd də deyir ki, bəs bu 10 ildə haradaymış, indi görək haradaymış, bunu Xaspoladın dilindən eşidəcəyik. O gündən ki, qubernatoru təhqir etdiyi üçün sürgün ediblər. Bu gedir Türkistanda hökumət əleyhinə çalışdığı üçün tutub Sibirə göndərirlər. Deməli, qubernator təhqir elədi, getdi sürgünə. Orada da getdi Türkistanda da hökumət əleyhinə çalışdığı üçün tutub Sibirə göndərirlər. 4-5 ildən sonra çıxır, yenidən həbs edirlər, yenidən buraxırlar, ötəyə bəriyə. İnqilabdan sonra azadlıq alır. Hətta böyük bir vəzifə də təklif edirlər. Deyir, amma getmir, həmin vəzifəyə də getmir ki, mən bəşəriyyətə ayıq baxa bilmərəm. Mən səfirlər deyir yurdunun padşahıyam. Səməd deyir ki, bəli deyir, getməz. Hər kəs böyümək istəyər, amma deyir o. Xaspolat deyir 3-4 gündür onu da yetənə yetmiş, yetməyənə də bir daş atmış. Nəysə, yazıq çox bəlalar çəkmişdi Səməd. Burada hansı evdə olur? Onun bir bacısı var idi. Səməd bacısını xatırlayır. Xaspolat bacısını bilmirəm, özünü öyrənmişəm. Buradan çıxandan sonra deyir, təqib eləmişəm. Getdi deyir, Getdi deyir, axırda da kərpic tapıb üzərində yatdı. Səməd də deyir ki, bu soyuqda, bu qar qiyamətdə. Xaspolat, bəli, bu soyuqda. Yalvardım, deyir, getmədi. Fəqət onu əldən buraxmaram. Bu saat onu deyir, hər tükü bir qızıldı. Görürük ki, Xaspolat burada öz yəni mənafe üçün əslində Oqtayı irəliyə çəkmək istəyir. Yəni öz mənafeyini güdür. Siz deyir o zamanlar onunla dost idiniz. Fəqət mən əvvəllər aktyor, sonra antreprenyor. Antreprenyor yəni öz işini quran bir adama deyirlər. İndi teatr müdürü, hal-hazırda teatr müdürüdür. Xaspolat. Xalqla daim təmasdayam. Bilirəm deyir. Onun adı bir sənət simvolu kimi olmuşdu. Görənlər görmüş, görməyənlər də eşitmiş, danışmış. Bu 10 ildə adı dildən dilə gəzmiş. Nəhayət o qədər böyümüş ki, bu artıq bir məsəl, bir hekayə, bir ideal olmuşdu. Səməd, mən o vaxtlar deyir, çox fikir verməzdim. Bəli deyir, Xaspolat deyir ki, bəli, ondan sonra ikinci bir Oqtay heç deyir yetişməyibdi. Bizim deyir səhnəmiz o zavallıya borcludur. Yəni Xaspolat onun əslində əməyini itirmir. Yəni ona deyir borcluyuq biz. Rəngarəng çiçəklərlə bəzəyən Azərbaycan xanımları teatrımızın tərəqqisini görəcək olarsa, axı bu teatrın anasıdır deyir. Biz hər şeyi ona borcluyuq. Səməd deyir ki, görəsən indi əvvəl kimi oynaya bilərmi? Xaspolat deyir ki, bilmirəm, yəni onu ayıq saxlasaq bəlkə də oynaya bilər. Amma deyir, lap belə onun adını eşitsələr də yenə də gələrlər də. Şillerin deyir, qaçaqlar, həm biraz da beynəlmiləl bütün əcnəbi teatrların nümayəndələri çağıracağam, gəlsinlər. Yəni qaçaqları oynatmaq istəyir burada Oqtaya. Biletlərin qiymətini deyir, yüksəldəcəm. Heç olmasa deyir, bir gecə. Yox, deyir, razı edərəm. Amma kim bilir o qədər nəsdir ki, yazığı bədbəxt edilər. Axtarsan özü də. Aha, bu olub keçənlərdən burada biraz xatırlayır. O vaxtlar deyir, bir qızla tanış idi. Mən o qızı çox görmüşdüm. Burada Xaspolat danışır, Firəngiz nəzərdə tutur. Səməd də deyir ki, mən bu işin içində idim. Özü də həmişə mənə söylərdir. Qəribədir, deyir, o qız ilk əvvəl xalqdan ayrılıb mənə çiçək gətirdi. Xalq oyanmış, Firəngiz bütün bir xalqdır ki, gəlib məni təqlid edir. Əvvəllər deyir, onu belə ictimai bir hisslə sevərkən, getdikcə bu duyğu sıx bir eşqə çevrildi. Bunu Səmədə deyibdi. Xaspolat o zaman açıq gəzən bir-iki nəfər, indi yüzlərlə artıq dövr dəyişibdi, 10 il keçib, indi yüzlərlə insan artıq başacıq gəzir. Səməd bilirsinizmi, qız da onu sevirdi. O da qəribədir. Deyir ki, ilk əvvəl bunu gördüm, sevindim. Sabah bizim teatrımız, aktyorumuz var deyə məktəbdə kimsəyə rahatlıq vermədim. O sanki mənim bütün deyir, iftixarım üçün bir sinətgah idi. Onu başqasına verdilər. O da bu yazığın son öpəyinə də qumara uduzub, axırda çıxartdı. Söhbət Daniyar bəydən gedir. Daniyar bəy Firəngizin axır o örpəyinə qədər hər şeyi uduzur. Sonra da Firəngizi evdən qovur. İndi azad bir qadındır. O gün mənə deyir ki, Səməd bəy, mən onu sevirdim. Ondan sonra onun xatirəsi ilə ağlamadığım şən və sevinç bir ziyafət, əyləncə xatırlamıram. Səməd bəyə danışıbdı Firəngiz. Oqtay. Burada Oqtay ilə Muxanın söhbəti var. Yəni burada Oqtay nə bilim çörək götürür. Burada biraz bunların arasında biraz münaqişə də yaranır. Nəm divarları sökür, pulun vermir. Muxan da deyir ver, yox deyir ala bilirsən al. Əgər sənin ehtiyacındısa alacaqsan. Ehtiyacın deyilsə ala bilməyəcəksən. Sonra Muxam da deyir hər kəs elə ehtiyac, yəni hər kəs bacardığını etsə indi gəlib mən səni burada öldürəm. Deyir hə öldürə bilirsənsə öldür. Burada belə dialoqları gedir bunların.
Yəni Oqtay burada deyir ki, hər şey süynüdür də, divarlardakı nə bilim, kağızları cırın. Yəni həqiqət axtarır. Burada elə bir söhbət var. Orada çörək götürür. Çörəyi də əslində Sevər üçün götürmüşdü. Burada Xaspolat da bu xana deyir ki, yəni mən sənin pulunu verəcəm. Orada pulunu falan verirlər. Buradan çıxır gedir. Sonra çölə çıxır. Yəni burada ancaq o Muxanla Oqtayın arasında olan söhbətlərdir. Muxan onu şeytan oğlu adlandırır. Sonra burada indi görək nədən söhbət gedir. Səməd deyir, Oqtay, sən nəsən deyir. Səməd, Oqtay, sən nə vaxt gəldin? Məni tanıyırsanmı? Oqtay, mənim başım Durovun qəfəsi deyil ki, hər yoldan ətən əl ayaqlarını saxlasın, gəzdirsin. Bu Durovun qəfəsi deyil ki, nə deməkdir? Yəni Durov elə bir ki, heyvanlar saxlayan bir adam olubdu. Vladimiriç deməli Durov olub adı. Heyvanlar saxlayırmış ki, onun qəfəsində müxtəlif heyvanlar var imiş. Yəni bu simvolik mənada deyir burada Durovun qəfəsi deyir ki, hər yoldan deyir əldən əl-ayaq saxlasın, gəzdirsin. Səməd də deyir ki, yaxşı bax, məni tanıyırsanmı, Oqtay? Oqtay deyir ki, yəni sən doğrudan da varsan, tanımaq üçün varlığını mənə göstər. Mən sənin varlığında şübhə edirəm. Səməd necə yəni, mən yoxam. Yazıq keflidir deyir, nə dediyini bilmir. Səməd belə Xaspolata belə fikirləşir deyir Səməd. Oqtay, sübut göstər, sübut göstər. Əgər varsınsa sübut göstər. Oqtay, görünən hər şey var demək deyildir. Səməd deyir ki, yəni mən varam da, yəni görmürsən ki, mən. O da deyir ki, yəni görünən hər şey var ki, yəni görürsüz bir mənə sarsılıb da. Necə ki, Firəngiz hər şey ona dedi, amma əslində hər şey göründüyü kimi olmadı. Artıq Oqtay deyir, yəni görünən hər şey var olmaq anlamına gəlmir. Xaspolat, səsini, sözlərini eşitmirsən deyir. Heç güzgü kölgəsi də söylərmi? Oqtay, mən həqiqət sandığım çox səslərin, çox sözlərin sonradan bir yalan, bir əyləncə olduğunu görmüşəm. Aha, yəqin sən də deyir qramofonsan. Yəni sən də səs yazsan deyir yəqin ki. Sən də səs yazsan. Səməd, bununla heç danışmaq olmur ki deyir. Oqtay, mən Səməd bəyəm, 10 il bundan əvvəl tanımadımı Oqtay? Aha, bir zaman sənin paltarlarını tanıyırdım, özünü tanımıram. Artıq paltarla da kimsəni tanımaq istəmirəm. Bu sənin əziz dostundur, buna Xaspolat deyir. Oqtay, əziz dostum, tanımıram. İstəyirsən soyun, sənə paltarsız baxım. Artıq mən hər bir şeyi çılpaq görmək istəyirəm. Xaspolat, Oqtay, bir neçə il səninlə dostluq, qardaşlıq eləmişik. Sənin bu halına acıyırıq, arxanca gəzirik. Oqtay deyir, dostluq, qardaşlıq, sanki bu sözləri ilk dəfə eşidirmiş kimi düşünür. Soyunun, istəməzsiniz mən sizi soyunduraram. Dostlar, qardaşlar, hanı mənim bacım? Deyir, əgər siz həqiqətən dost idinizsə, hanı mənim bacım? Bacıma baxmısınız, deyir. Onlar da mızıldanlar, çünki həqiqətən yəni onlar öz mənafəyi üçün gəlmişdi. Xaspolat üçün, yəni öz mənafəyi lazım idi. Dostlar, Xaspolat deyir, Oqtay, bunları burax, sən özün yaratdığın bir yerdən qaçırsan. Ax, deyir, teatrı sən yaratmısan. Oqtay, mən qaçmıram, mən düşünür, öyrənirəm. Səməd, nə düşünürsən? Düşünürəm ki, dəyişən sizin başınızdır ya papağınız. Xaspolat, Oqtay, bircə gün də olsa, yəni istəyir ki, yəni bircə gün də olsa pul qazanmaq istəyir oradan Xaspolat öz mənafəyi üçün. Oqtay deyir, istəmirəm. Hər bir şeyi, həqiqət olan bir yer varsa, haydi gedək. Yoxsa itilin. Həqiqət varsa gedirəm, yoxsa da deyir gedir. Mən süni həyata soxulmaram artıq. Səməd, Oqtay, sən niçin bilərək özünü məhv edirsən? İndi haraya gedəcəksən? Oqtay, harada həqiqətə oxşar bir yer var. Hər şey biraz olduğu kimi görünür. Ora həqiqət olan yerə gedəcəm. Xaspolat, Oqtay, sən həmiz doğma bir ara kimi qollarını açmış səni gözlər. Oqtay, unutmayın ki, mən Oqtayam. Getmərəm dedimsə getmərəm. Xaspolat, dur, toxunmasal. Burada Muxtara pulunu, Muxana daha doğrusu pulun zadını verir. O Muxan ondan əl çəkmirdi, ona pulunu verir. Oqtay burada bir bayatı deyir. Bayatı deyir burada. Qarlı dağlar aşaram, yorulmadan qoşaram. Bir ümid, bir işıq yox, bilməm neçin yaşaram. Sonra Səməd
Səməd deyir ki, təqib edək, deyilmi? Xaspolat deyir ki, mən edəcəm, çarəsi yox. Onu əldən buraxa bilmərəm. Hər tükü bir qızıldır. Canım özünü tələf edir. Sevər, ay qardaş, acam, xəstəyəm, kimsəsizsən, mənə kömək edin. Burada Sevər Oqtaydan pul istəyir. Oqtay da deyir ki, yəni mən daha doğrusu çörək istəyir. Deyir, mən nə bilim ki, sən yəni açsan, ac qarnını göstər, görüm açsansa sənə çörək verəcəm. Sevər çox pis olur. Deyir, mən acam da, yəni əgər ehtiyacım olsa belə bir şey deməzdim. Oqtay da deyir ki, bilirəm, bilirəm, sən açsan, bu çörəyi də sənin üçün götürmüşəm. Burada ona çörəyi verir. Sonra burada Sevər deyir ki, fəqət soyuq məni kəsmiş, dilim tutmur, danışmayacağam. Bax deyir, mənim çörəyim var. Ha, burada çörəkdən söhbət gedir. Yəni çörəyi axırda verir Oqtay ona. Oqtay deyir, yaxşı al zavallı, deyir, bu çörək sənin haqqındır. Bunu sənin üçün götürdüm. Buradan keçərkən səni görmüşdüm. Evim olsaydı səni apardım. Fəqət yoxdur. Oqtay Eloğlu xərabələr bayquşudur. Burada Oqtay Eloğlu deyəndə Sevər onu tanıyır. Deyir, siz Oqtay Eloğlu, siz kimsiniz? Mən bir kölgəyəm, deyir. Özünü kölgə adlandırır. Sevərsən Allah, sən kimsən Oqtay? Hansı Allah? Çünki Allahlıq məsələsində hələ aramızda ixtilafdır. Yəni mübahisəlidir deyir bu məsələdə. O deyir, mən səni yaratmışam. Mən də deyirəm ki, yox. Mən səni yaratmışam. Sevər deyir ki, siz Allah deyir, Oqtay Eloğlu haradan bilirsiniz? Oqtay da deyir ki, bu ad bir zaman mənim adım idi. İndi isə mən yoxam. Sevər, ox qardaşım deyir, mən sənin bacınam, sevərəm. Oqtay, Sevər. Ox deyir, zavallı bacım, sənsən, saadətini tanrım qədər sevdiyim bu xalq bircə səni də deyir, yaşatmadım. Xaspolat, aman nə böyük faciə təsadüf etdik. Burada bir-birlərini taparlar bacı qardaş. Sevər, ox qardaşım, yazıq bacım. Oqtay, zavallı həyatın varlığını unutturduğu qiyamətləri arasında 3 şeyi düşünürdüm. Bu zavallı xalqı, deyir o çətinlik arasında 3 şeyi düşünürdüm. Xalqı, səni, ox bir də deyir o bivəfanı. Bivəfa da Firəngizdir təbii ki. Üçüncü deyir düşünürdüm. Fəqət deyir sən də deyir mən bədbəxt etdim. Mən Varla adlı bir adam olsaydım, sən də deyir yüzlərcə elçilərim var idi. Səni almaq istəyirdilər. Fəqət bu halda səni kim alacaq? Sən indi bir dilənçisən. Gözəl də olsan almazlar. Bəli, sən dilənçisən. Qalx yavrum. Sən də mənim kimi bir səfilsən. Səməd, Oqtay toxunmayın bizə dostlar. Nə istəyirsiniz bizdən? Nə Oqtay? Bəli, öyrəndim. Oqtay, bu müzdərib yavrunun xatirəsi sizdə olsa, deyir mən bunun deyir xatirəsi üçün, bunun üçün deyir mən oynamağa razıyam. Mən indi görürəm ki, xalq sabah mən deyir, yəni burada Oqtay bacısı üçün oynamağa razı olur. Təkcə bacısı üçün oynamağa razı olur. Yəni onu bu haldan çıxması üçün. Bəli, Xaspolat da deyir ki, mən artıq hər şeyi hazırlayacağam. 5-ci pərdə başlayır. 5-ci pərdədə Şəkinski yəqin ki, birinci pərdədən sizə tanış idi. Şəkinski birinci pərdədə o Leyla adlı bir gözələ aşiqəm deyəndi. Sanki əlimə imperial falan sayacaq deyirdi. Oqtaya, yəni üzərimə niyə partlıysan? Belə-belə sözlər deyən o Şəkinski idi. Hal-hazırda Şəkinski rejissordur. Məncə deyir, məni bircə şey kəsir ki, nə üçün? Burada yəni Şəkinski ilə Tamara razı deyirlər onların oynamağına. Səbəb də odur ki, Daniyar bəy onlara pul vermişdi. Ona görə hər vəclə istəyirlər ki, Oqtay həmin günü səhnəyə çıxmasın. Yəni deyir, nəyə görə deyir belə eləyirlər də? Oqtay deyir, olsa birisi tanıyar, ya ikisi. Yəni nəyə görə deyir belə biletləri belə alırlar? Nəyə görə Oqtayı belə görmək istəyirlər? Xaspolat da deyir ki, gündüz görmürsünüz nə gözəl oynayırdı. Yəni Xaspolat əslində Oqtayın tərəfini saxlayır ki, oynaya bilər də, oynayır. Mən deyir görmüşəm də, cəmaət görməyib ki, yəni nəyə görə deyir belə canfəşanlıq eləyib Oqtayı görmək istəyirlər. Xaspolat da deyir ki, hər halda adını eşidiblər də, çoxsu deyir xidmətləri üçün onu sevir. Şəkinski də deyir ki, həm də başqa bir tərcümə ilə oynayır. Bizim kitabla öyrənməsi, yəni hər vəclə burada deyir ki, başqa tərcümə ilə oynayır. Bizim yəni tərcümə ilə get çəkəcək. Aktyorlara da maaş gərəkdir də, gərək deyir oyun oynanırlar. Yəni bu uzun çəkər. Mazandaranski də deyir ki, Xaspolat əfəndi, Oqtay elə bir qrim eləmişdi ki, bu da Mazandaranski də birinci pərdədəki aktyorlardan biridir. Şəkinski də deyir ki, durun hələ gecə ayıqdır. Bu gecə ayıqdır. Mazandaranski, yox, sizin canınız üçün mən qapının deşiyindən baxırdım. Daha sonraki adam deyir. Öncə deyir oynadı. Elə bil ki 12 yaşı var idi da. Oynadı. Sonra deyir güzgüyə baxdı.
Bir halda deyir əllərini üzünə tutub durdu. Xasbolat, biz onun içindəkini içkidən ayıra bilsək, o bizim səhnəmizin ulduzu olacaqdı. İçki deyir onu bu vəziyyətə salıbdı. Mazandaranski də Mazandaranski, onda Şəkinski bir fındıq. Şəkinski, Mazandaranski, haydi səhnədən. Mən birin yol demişəm, səhnəyə ayaq basmayın. Mazandaranski, daha acığın ne için gəlir? İndi də rejissorluğu əlindən alan var. Nə premyerliyini? Şəkinski, adamdır kəsən orasıdır ki, hər gəldi gedəri. Yəni deyirsən, sənin rejissorluğunu əlindən almayacaq ki, yəni nə istəyirsən? Mazandaranski, Şəkinski, sən rejissorsan, amma bağışla ha, öz vicdanınla söylə. O yazıq sənin üçün deyir nə qədər əziyyət çəkir. Görürsən ki, Mazandaranski də burada Oktayın elədiklərini unutmayıb. Sənin üçün deyir çox əziyyətlər çəkib. Şəkinski, görürəm nə cür olmuşsan. Mazandaranski, əlbəttə mən heç özümü səndən əskik adam bilmirəm. Sən ki məgər onun yanında heç nə deyilsən? Şəkinskini aşağı tutur onun yanından. Şəkinski də bunu deyir ki, dur rədd ol, get buradan. Sonra Xasbolat da deyir, yaxşı, nə oldu da, bəsdir, deyir, dalaşmayın. Oktay nə eləyir? Mazandaranski də deyir ki, qorxma, sənin kimi rejissorluq üçün ölmür. Onu bunu yaltaqlanmaqla, yalvarsalar da boynuna götürməz. Mazandaranski burada Şəkinski ilə münaqişə edir ki, sənin kimi yaltaq bir adam deyil. Tamara girir, Şəkinski, bəs sən gəlməyəcəkdin. Burada Şəkinski əvvəlcədən Tamaraya demişdi, gəlmə. Çünki onlara pul vermişdilər. Burada söhbət ondan gedir. Deyirsən özünü xəstə deyəydin də, deyəydin xəstəyəm, gəlmirəm. Tamara da deyir ki, onsuz da gedəcəm də, çıxıb gedəcəm, öldürməyəcəklər ki məni. Sonra deyir ki, Şəkinski deyir ki, Daniyar bəy Qalçıxanov 500 manat pul göndərib ki, Oktayın çıxışına yol verməyin. Öyrəndim. Dedilər, bilmirəm, keçmiş arvadı ilə nə isə bir işləri varmış, ona görə deyir, belə bir şey deyir. 500 manat. Deyirəm, zəngin bir qadın almışmı? Daniyar bəy başqa bir varlı bir adamla evlənibdi. İndi hal-hazırda varlı bir adam, onun üçün deyir 500 manat nədir ki? Deyir, sən get, özünü xəstəliyə vur. Tamar da deyir ki, yaxşı gedəcəm. Sonra Dursun və Oktay gəlir. Oktay doğrudanmı deyir Azərbaycan qadını? Hələ də deyir Azərbaycan qadını Azərbaycan deyir səhnəyə bir qadın çıxartmayıb ki. Tamar da deyir ki, yenə əski mahnılardan başlamısınız. Sanki bu xalq deyir sanki deyir yəni mən səhnədə adam deyiləm ki. Oktay da deyir ki, Tamara sən daim yersiz hiddətlənirsən. Fəqət anla ki, bir gürcü qızı Tatyananı ya mən Onegini oynaya bilərəm. Fəqət bu rus xalqı bilərəm deyir, amma deyir rus xalqının mən ruhunu bilmirəm də. Eyni ilə sən də deyir Azərbaycanlını oynaya bilərsən, amma Azərbaycan xalqının ruhunu oynaya bilmərsən. Tam olaraq onu göstərə bilmərsən. Tamar da deyir ki, burada nə var ki, o qədər deyir Avropa aktyorları oynayırlar ki, birinci pərdədə Tamara ilə Oktay bu belə məsələsi var idi. Bala belə sözünü deyə bilmirdi. Həmin yəqin ki, həmin hissədən xatırlayırsınız. Oktay da deyir ki, Avropa gündoğuşu anlamır. O heç bir vaxt doğru təsəvvür etməmişdi. Bir Azərbaycanlı qızı yaratmaq üçün xalqın bütün... Yəni Oktay deyir ki, bir Azərbaycanlı xalqının ruhunu bilmək üçün onun öz qızı oynamalıdır. Onun öz qızı. Yəni başqa biri oynaya bilər, amma bizim ruhumuzu oynaya bilməz. Ruhumuzu bilməz. Sonra Tamara da deyir ki, bu 10-15 ildə bacardıq, yaratdıq. Yenə Oktay gəldi, biz bacarmırıq. Gəlsin bir Azərbaycanlı aktörü oynasın. Pajausta deyir, buyursun, Azərbaycanlı aktrisası gəlsin, oynasın. Oktay da deyir ki, ehtiyac olarsa gəlib oynayacaq. Ehtiyac deyir, təkamülün, inkişafın deyir, babasıdır. Oktaya yəni ehtiyac olsa gəlib oynayar. Sonra başqa burada nə var? Burada yəni bunların bu aktyor məsələsindən danışırlar, yəni aktrisa məsələsindən. Xasbolat gəlir ki, nəhayət mən müdürəm. Xasbolat da burada müdürdür. Burada Tamara deyir ki, yəni mən oynamayacağam da. Mən müəllimi hər yoldan ötən üçün, səfir üçün tapdalayan deyiləm. Yəni o 500 manat üçün əslində oynamırdı. Xasbolat da deyir ki, mən müdürəm. Oynayın deyəcəmsə oynamalısınız. Yəni Tamara burada israr edir ki, oynamayacağam. Heç cürə deyir, məni heç kəs yolundan döndərə bilməz, oynamayacağam, canımı belə bir adamın insafına buraxa bilmərəm. Şəkinski də deyir ki, elə də heç bir aktyor işləməz, gəlib onu tutanda ki, sən oynamasın. Nəhayət, heç kəs razı olmaz ki, bir səhv ilə oynasın. Yəni, pərdələnmiş o saxtakarlıqlar da bunların təbii ki. Oktay da deyir ki, Şəkinski, bəli, Oktay bir səfildir, o tapdanmalıdır, o, dursun, Allah eşqinə bir şüşə şərab istəyir burada. Şərab istəyir. İnsancılıqlara, bu insan görkəmli, əqrəb ürəkli həşəratlara ayıq baxa bilmirəm, deyir, mənə şərab gətir.
Xaspolat dursun, yox deyir, onu sakit et. Tamara, görürsünüz ki, o bir zavallıdır. Keçirdiyi faciələri siz bilsəniz, ürəyiniz sınıqdır. Yaxşı, sizə nə demişsə, mən qəbul eləyərəm. Xaspolat burada aranı sakitləşdirmək istəyir. Tamara da deyir ki, doğru ki, mən oynamayacağam. Özünüz bilin, inadından dönmür. Şəkinski də deyir ki, haqqı var, bəli. Heç kəs onunla oynamaz. Yəni Xaspolat da deyir ki, belə bir şey eləməyin də, mən yalvardım, insanları bura çağırdım. Belə iş olmaz. Tamaraya deyir ki, oyna. Tamara da deyir, öldürsələr də oynamayacağam. Şəkinski də deyir ki, mənə nə var, özünüz bilərsiniz. O öz şərəfindən keçərsə, sanki mənim deyir sözümlədir. Tamara da deyir, daha bəsdir, mən çəkdim. Xurşid dünən səhnəyə çıxmış, sizinlə tanışdır. Salmanı ona verərsiniz. Tamaradan yaxşıdır. O biri gəlir ki, Azərbaycanlı qız belə getdi. Cəhənnəm olsun deyir. Hərəsi bir söz deyir. Mən oynamıram. Bəhanələr gətirir. Xaspolat da deyir ki, Tamara bu gecə ölmüşəm. Məni yerdən götür. Tamara da deyir, oynamıram. Nəysə, burada bunlar deyir oyna. Tamarada da inad edir. Deyir, oynamıram. Xaspolat da deyir ki, bura dövlət teatrıdır. Oyuncaq deyil. Tutduraram onu. Aktyorlar bir aylıq donluğu Şəkinski. Siz Allah bu işi bir cür eləyin. Şəkinski də yəni təbii ki, Şəkinski bu razı olmamaq üçün elə Tamaraya özü demişdi də. Dursun da deyir ki, Xurşid İvanova evdə idi. Biraz xəstə də olsa, Xaspolat deyir ki, aha, deyir ki, onu çağır gəlsin. Şəkinski yenə mane olmağa çalışır ki, yəni o hər şeydən xəbərsizdir, həm də deyir xəstədir, yəni oynaya bilməyəcək. Xaspolat da deyir ki, 100 yol oynayıb yenə oynaya bilər. Şəkinski də deyir ki, görək oynaya biləcək yoxsa yox. Burada pərdə enir, işıqlar yanır, salon. Burada Firəngiz, Nərgiz, Firəngiz, Nərgiz burada dostdular. Birinci pərdədə Nadia var idi, yəni ona öyrədən qız var idi. Örtülü lojada, yəni görünməyən lojada otururlar, xüsusi lojada. Elxan vaxtdır, əl çalınır, işıqlar sönür, başlayın. Burada artıq tamaşa başlamalıdır. Firəngiz, of Nərgiz deyir, xatırlayıram ki, tam 13 il bundan öncə deyir. Həmin bu yerdən onu 2 il əvvəl və indicə oynayacağı rolda görmüşəm. İlk əvvəl deyir, onu indi oynayacağı rolda görmüşəm. Oh, o zaman 2 çocuk könül. Nərgiz, ah, ay qız deyir, yavaş, xəlq eşitdi. Firəngiz, aman Allah, bilmirəm onu görəndə nə olacağım, ürəyim döyünür. İlk görüşdə özümü saxlaya bilmirəm. Firəngiz də eşidib ki, Oqtay gəlib, o da gəlibdi təbii ki. Nərgiz, ağıllı ol, birdən bağırıb eləyərsən, biabır olarıq. Firəngiz, ox Nərgiz, bədbəxt həyatımın qaranlıqları içində illər uzunu eşqimi bəsləyib gecələr deyir, bir məbəd kimi saxlamışam. Yəni burada həyəcanlarını ifadə eləyir. Mən deyir, atam, qardaşım deyir, onlara görə deyir, mən belə elədim. O deyir, daş ürəkli tacirlər, yəni onlara görə deyir, mən bu addımı atdım. Nərgiz, yavaş qız, indi Aslan bəy gəlib eşidər, yenə də Aslan bəy ordadır. Fəqət deyir, heç dilindən düşməyən bir adam. Nə cür olub da gedib görməmişsən. Yəni deyir, necə olub görməmişsən? Firəngiz də deyir, ox, nə üzlə gedəcəyəm? Hələlik gözünə görünmək, əhvalını pozmaq istəmirəm, yəni üzüm yoxdur. Özdəmir vaxtdır başlayın. Əl çalınır, Xaspolat pərdə qarşısına çıxır. Xaspolat, cənablar, bu gün böyük bir sevinclə ilk çıxışını görməyə gəldiniz və bu qədər səbirsizliklə gözlədiyiniz Oqtay Eloğlu dəfələrlə gördüyünüz adi qastrollardan deyildir. O səhnəmizi tanrısı qədər sevən, eyni vaxtda səhnənin tanrısı olan, yəni doğma bir sənətkardır. Burada Xaspolat çıxır, Oqtayı təqdim edir ki, yəni səhnəmizin əvəz olunmaz bir insanıdır. Əvəzsiz bir insandır. Bugün səhnəyə çıxacaq. Təqdim eləyəndən sonra Elxanlı, Özdəmir və başqaları əl çalaraq görmək istəyirik. Səhnəyə çıxsın, yaşasın Eloğlu. Xaspolat çəkilir, pərdə qalxır. Oqtayı bürüyərək və gəlmirmiş kimi dartaraq səhnəyə gətirirlər. Qızlar, oğlanlar, gəlinlər, bütün xalq onu gürültülü alqışlarla qarşılayır. Başına çiçəklər səpirlər. O Oqtayın illər uzunu gözlədiyi, istədiyi o çiçəklər məsələsi var idi. Burada artıq onun başına çiçəklər, alqışlar. Oqtay bunu istəyirdi, həmişə bunu istəyirdi. Səhnə olsun, qarşılasınlar. Nəhayət o an gəlir. Oqtayı alqışlarla qarşılayırlar. Oqtay, əziz vətəndaşlarım, mən və mənə qarşı bu hissiyatı heç fəqət məni sevindirən xalqımızın bir ideal kimi bəslədiyim bugünkü tərəqqisi, inkişaf, of deyir, mən sizi sevirdim. Elxanlı, yaşasın səmimi sənətkarımız, Xaspolat, vətəndaşlar, xüsusilə tələbə qardaşlar, gənclərimizin bağrından qopan bu coşqun hissiyata hər kəs, xüsusilə səhnə işçiləri sevinirlər. Fəqət Oqtay hazırlanacağı üçün
deyir ki, hissiyatımızı gizləyib, deyir, aktyoru ancaq pərdədən və oyunun sonunda deyir, təbriklə oyunun deyir gedişinə mane olmayaq deyir. Yəni səhnəyə çıxmayın da deyir, oyunun gedişinə mane olmayaq. Oyun qutarandan sonra səhnə arxasından deyir gedib görə bilərsiniz Oqtayı. Sonra burada əl çalınır, pərdə. Bir dəqiqə. Hə, əl çalınır, pərdə. Firəngiz ox deyir, Nərgiz dayana bilmirəm. Burada o ağlayır. Burada Nərgizlə Firəngizin söhbəti var. Burada xatirələrindən danışır Firəngiz. Sonra buradan elə Firəngizlə Nərgizin o xatirələrindən olan söhbətidir. Sonra axı deyir bu birinci kim olsun? Burada Firəngizə xəbər gəlir çatır ki, bəs Tamara səhnəyə çıxmayacaq da. Firəngiz də bundan çox sarsılır. Deyir onu yəni yenə əzəcəklər də. Burada Nərgizə məsləhət görür ki, sən çıx. Nərgiz də deyir yox, gərək kimsə çıxa ki, mən ondan sonra çıxım. Burada söhbət ondan gedir. Sonra Xaspolat çıxır. Xaspolat deyir ki, cənablar, nə qədər acı bir xəbər də olsa, bildirməliyəm ki, aktrisa Tamara Pavlova xəstə olduğundan bu gecə oyun olmayacaqdır. Yaxın günləri gözləmək istəməyənlər yerliliklərini, yəni pullarını deyir, kim ki yaxın günü gözləmək istəmirsə, pullarını qaytara bilərlər, yəni. Sonra burada yenə də Nərgizlə danışır. Cəmaət içində doktor var, gəlsin xəstəliyini təsdiq etsin. Burada deyirlər ki, yəni Tamara yalandan deyir. Burada cəmaət onu deyir. Nərgizdir, sonra nə bilim Elxanlıdır. Bunlar deyir ki, yəni əgər belə bir şey varsa, doktor gəlsin xəstəliyini göstərsin ki, xəstədir. Hamı deyir ki, gəlsin də, yəni belə bir şey olmaz. Tamaranı nəzərdə tuturlar. Firəngiz də deyir, onu öldürürlər. Belə bir gündə mən gedər, onu yalqız buraxmazdım. Fəqət deyir, onun böhtanları yolumu kəsibdir. Burada axı Nərgiz, Firəngiz hər şeyi axı rədd etmişdi. Bir növ ondan utanır. Oqtayın o ittihamlarından qorxur, çəkinir. Kaş mən də deyir, sənin kimi sərbəst olaydım. Səməd bəy, bilirsinizmi sizə yazmışdım, deyir. Bayaq getdim, öyrəndim. Rejissorun Oqtayı gözü götürmür, yəni Şəkinskinin. Gəlib ona rəqib olacağından qorxur. Aktrisa ilə sözləşmiş, Oqtayın bir sözünü bəhanə edib oynamıram sözünə görə deyir, güya ki Tamara oynamaq istəmir də. Oqtayın deyir, çıxışına yol verməsin. Yəni burada onların o qurduğu planı Firəngizə deyir. Səməd bəy onların qurduğu planı Firəngizə deyir. Deyir ki, Danyar bəyin də o çoxlu pul göndərdiyindən də xəbər verir. Firəngiz də deyir, bilmirəm niçin deyir, bu canavar o zavallının yolunu kəsir. Xaspolat və Tamara çıxır, Səməd bəy yerinə gedir. Xaspolat deyir ki, bu da aktrisa. Tamaranı gətirir, deyir, bu da aktrisa. Yəni sözünüz varsa özünə deyin. Tamara da deyir ki, xəstəyəm. Həm də deyir, mənim bir çox söyləmədiyim səbəblər var da. Yəni mən belə bir adamla deyir, səfil bir sərxoşla səhnəyə çıxa bilmərəm. Elxanlı da deyir ki, orada davamlı olaraq səhnədəkilər deyir ki, yəni siz oynamalısınız. O da deyir ki, yəni belə bir səfil adamla səhnəyə çıxa bilmərəm. Firəngiz də Tamaranı yırtıcı qadın adlandırır. Səməd deyir ki, halbuki o sizi aktyor edibdir, yəni Tamaranı nəzərdə tutur. Tamara da deyir, hər halda mən öz həyatımı yarım dəli bir adamın əlinə tapşıra bilmərəm. Nəhayət mən öz həyatım üçün qorxuram. Sonra gördük ki, elə Tamara qorxur. Əslində Tamaranı təbii ki, çıxsa Tamaranı öldürməyəcəkdi. Firəngizi öldürməyin səbəbi başqa idi. Amma burada yəni deyir, elə bir adamdan səhnəyə çıxa bilmərəm də, qorxuram. Tamara çıxmaq istəyir. Burada artıq deyir, mənə əfv eləyin, çıxır gedir. Xaspolat da deyir ki, göndərdik, başqası da yoxdur. Deyir, başqası oynasın Elxan deyir, başqası da deyir, yoxdur. Səslər də, hərəsi bir səs deyir, biri deyir, məhkəməyə cəlb eləməlidir. Oqtay da deyir ki, səfil xalq nə bağırırsan? Əgər içərisindən birini çıxarda bilirsənsə, çıxart ver. Yaratmaya bilmirsənsə də sus, sakit dur. Firəngiz deyir ki, mən bu rolu oynayaram. Burada öz rolunu oynayacağını deyir. Oqtay gedir, hamı susub ortaya baxır. Firəngizi çıxardırlar. Nərgizə deyir, Firəngiz mən deyir, onu belə zəlir görmək istəmirəm də. Firəngiz üstünə götürür. Sonra burada deyirlər ki, Firəngizə, yəni sən rolu bilirsənmi, oynaya biləcəksənmi? Xaspolat da deyir ki, mənim də deyir, düşündüyüm orasıdır. Ancaq qorxuram ki, sözləri deyir bilməsin. Firəngiz də deyir ki, mən sözlərin hamısını bilirəm. Burada Firəngizdən sözləri soruşurlar. Yəni səhnədə söyləyəcəyi sözləri. Firəngiz deyir ki, bəli, mən sözləri bilirəm. Firəngiz gedərkən xalq əl çalır. Sonra burada Xaspolat sufliyardan kitabı alır, sözlərini soruşur. Bəli, sözləri də bilirdi.
Xaspolat deyir ki, bəli, onda gedin geyinin. Sonra Xaspolat deyir ki, cənablar, bugün Azərbaycanın bütöv bir gün doğuşunu görmədiyi xoşbəxt bir günü görürük. Bugün deyir, hər kəsə bəlli olan səhnəmizin böyük dahisi Oqtay Eloğlu ilə yanaşı tariximizdə ilk dəfə olaraq səhnəmizə Azərbaycanlı qızı çıxır. Hər kəs bunu alqışlarla qarşılayır. Yaşasın Azad Azərbaycan səsləri eşidilir ətrafdan. 6-cı pərdə burada Şillerin Qaçaqlar əsəri oynanılacaqdır. 8-ci pərdəsidir. Ümumi əsərin 6-cı pərdəsidir. Qaçaqların isə 8-ci pərdəsidir. Deməli, burada Qrim Şillerin o Qaçaqların əsərindəki olan obrazlardır. Qrim, sən özün Sadiq qulların üzünə baxmaq istəmirsən. Oqtay, Karl Lorunda. Bu dəfədən mənə sadiq olmuşsunuzsa, vay sizin halınıza. Qrim, sən Sadiq qulun Şveysterlə son vidan, o bir daha gəlməyəcəkdir. Oqtay, necə, onu tapdınızmı? Burada yəni Karl Lorunda olan sözləri deyir. Şvarts, ölüsünü tapdıq. Oqtay, yəni burada əslində Karl o sözü deyil. Şükür sənə ilahi, bir bəladan qurtardımsa işim düzəldi. Qaçaqlar Firəngizi Amaliyanı gətirirlər. Firəngiz də Amaliya rolunu oynayır burada. Ataman sizə çox gözəl bir töhfə. Ataman da bir təbii ki roldur orada, obrazda. Firəngiz dayısının qucağına atılaraq, ah dayı, Mor, Amaliya, mənim qızım. Firəngiz qalxıb Oqtaya tərəf gedir. Firəngiz Karl rolunda kim idi oynayan? Oqtay idi. Amma Oqtay burada artıq öz sözlərini deməyəcək. Sanki o illər öncə o Firəngizin ona elədikləri bir növ onlar çıxır artıq ağlına gəlir. Öz rolunu oynamır. Oqtay onun görüncə diqqətlə baxır, böyük bir həyəcan içərisində dili dolaşıb özünü itirir. O Firəngizi sənsən, yuxumu görürəm, of ilan, əqrəb, of fəqət bunu mənim yanıma kim gətiribdi? Bunu mənim yanıma deyir, kim gətirdi? Firəngiz bunu deyir, mənim yanıma kim gətirdi? Suflyor da deyir ki, oğlun qaçaqlara başçıdır. Yəni deyirsən öz sözlərini dinə. Suflyor da birisi də kimdir? O səhnədə o aktyorlara öz sözlərini xatırlayan bir adamdır, xatırladan. Deyirsən öz sözlərini denən, Mor sözünü denən, məyus olunca yıxılır. Mən daha öldüm, ölür. Görür ki, demir ölür. Firəngiz Oqtay qucaraq, sən qatilsən, şeytansan, mələksən, hər nəsən mən özümə ağuşuna atıram. Oqtay, yalan deyirsən, o da yalandır. Sabah həmin bu sözləri bir başqasının ağuşuna atılacaqsan. Firəngiz, Oqtay, niçin belə eləyirsən? Öz sözlərini denən. Oqtay davamlı olaraq burada öz sözlərini demir. Şaqqulu da təəccüblənir ki, yəni nəyə görə belə deyir bu? Mazandaranski də deyir ki, gündüzdən deyir, kitabın tərcüməsi yaxşı deyildir, deyirdi. Hər halda öz sözləri ilə deyir. Suflyer Karl sözlərini söylə. Oqtay, bilmirsən mən kiməm? Firəngiz, mənim əziz sevgili Karlım. Firəngiz burada öz rolunu oynayır. Oqtay, yalan deyirsən. Burax bu boş komediyaları. Mən Karl deyirəm. Mən 10 il sənin eşqinlə bütün dünyanı gəzmiş, sürgünləri, dustaqları Sibiri dolaşmış bir səfillər padşahıyam ki, bir zamanlar ona Oqtay Eloğlu deyirdilər. Firəngiz yavaşdan, Oqtay əzizim, biz səhnədəyik deyir, öz sözlərini dinən. Oqtay, yox, mən artıq bu süni həyatın içərisində dura bilmərəm. Mənə həqiqət gərəkdir, mən gedirəm. Qaçaqlar, dayan xain. Behomiya meşələrini unutma. Verdiyin söz əsasında sona qədər bizimlə getməlisən. Yüzlərlə qurban verilmiş. Amaliya da onlardan biridir. Oqtay, bəli, Amaliya, of Firəngiz, nə üçün gəldin, nə üçün? Daim həyatımın keçidlərində görünüb məni məhv edirsən. Həyatımın deyir keçidlərində, davamlı olaraq, həqiqətən də Oqtay davamlı olaraq yenə nəsə bir şey eləmək istəyəndə, baxın, görürsünüz, burada da öz bacısı üçün nələrsə eləmək istəyirdi. Yenə Firəngiz çıxdı və Oqtayın həyatı alt-üst oldu. Nə üçün deyir belə eləyirsən sən? Ox deyir, mən istəyirdim ki, axı mən deyir bu səfil həyatı buraxıb dönmək istirdim. Nəyə görə yenə də mənim qarşıma çıxdın? Yəni mən yenə də deyir öz həyatıma çəkilmək istirdim. Yenə öz həyatımı yaşamaq istirdim. Kaş ki deyir mənim qarşıma çıxmasaydım. Mən səfillər padşahı idim. Yenə də deyir səfillər padşahı olacağam. Firəngiz, dayan, əvvəlcə məni öldür, sonra get. Burada əslində öz rolunda deyir. Bu əslində yalan ölüm olmalıydı. Oqtay, çəkil deyir. Mən öz arzularımı idarə etməyə bacarmayan, özünü dolandırmaq üçün özünə qüvvət tapmayan, zavallı gürünc bir məxluqa əl açmaq istəmirəm. Aldanırsan deyir. Mən bu kiçik intiqamlardan çox yüksəkdəyəm. Getmək istəyərkən Firəngiz, ey şeytan şagirdləri, siz mənə yardım edin. Başçınız qorxaq və yalançıdır.
öz rolunu oynayır Firəngiz, Amaliya rolun. Oqtay qaçaqların tüfəngini itələyərək, yox, mən yalançı deyiləm, mən səni sevirdim. Fəqət sən yenidən deyir, nə istəyirsən? Yox, mən burax. Bu süni həyatı mən deyir, böyük bir idealı kiçik bir oyuncaq görmək istəmirəm. Bu süni dünyadan uzaq parlaq bir həqiqət axtarıram deyir yenə. Burada Firəngiz Amaliya rolunda oynayır. Oradakı sözlər deyir, amma Oqtay həyatda özü necədirsə ondan danışır. Firəngiz, Oqtay nə danışırsan? Sən məni öldürməlisən. Mənim artıq sözüm qurtarıbdır. Yəni deyir, o səhnədəki sözə əsasən məni deyir, sən öldürməlisən. Oqtay, bəli, səni öldürməliyəm. Çünki mənim öz idealımdan, öz eşqimdən, öz taleyimdən, öz tanrımdan intiqam alasıydım. Fəqət, Firəngiz, kimsən sən, kim? Firəngiz, Oqtay, mən səni çox sevirəm. Çıxıb hamısını danışarıq. Burada artıq Firəngiz öz sözünü deyir. Oqtay, yalan deyirsən, yalan. Artıq məni aldada bilməzsən. Başqa bir rəngə boyanıb tarixi təkrar etdirə bilməzsən. Yenə yalan, yenə hər şey süynə. Mən artıq həqiqət deyir, anlamaq istəyirəm. Of deyir, tökül, gözlərim tökül yerə. Madam ki, həqiqəti görə bilmirsən, tökül. Sən osan, fəqət səni qucmaq, susmaq, durmaq, əbədilik, məhv olmaq. Yox, artıq deyir, sən o deyilsən. Sən artıq ola bilməzsən. Sən deyir, artıq bir yalancısan. Sənə həqiqi deyir, Firəngiz ola bilməzsən. Səni bir daha məsum qızartırarlar deyir, mən görə bilməyəcəm. O məsum qızı görə bilməyəcəm. Firəngiz, Oqtay, indi mən nə etməliyəm? Oqtay, sən ölməlisən. Mən mənəviyyatımdan bir ideal olaraq yaradıb gizlədiyim mini bir məxluqa qarşı torpaqlarda sürünəcək qədər rəzil olan bu həşərat içində görməsən deyir, mən bu həşəratlar içərisində görmək istəmirəm. Sanki Firəngizi öldürməklə onu bu yoxsul həyatdan, yalanlarla dolu bir həyatdan uzaqlaşdırmaq istəyir Oqtay. Xatırlayırmısanmı? Bir zaman süni həyatın nə olduğunu həmin Karlın bıçağı ilə sənə öyrədirdim. Bir zamanlar da bu rolu öyrədirmiş, ondan danışır belə. Fəqət indi doğru bir həyat öyrətməliyəm. Uzaq, bu sünilikdən uzaq bir həqiqət ol. Mənə də bu həqiqəti anlat. Mən onu axtarım, onu bilməliyəm, öyrənməliyəm. Belə. Bıçağı, bax belə deyir. Bıçağı doğrudan da Firəngizin köksünə sancır. Nəyə görə sancdı bıçağı Firəngizin köksünə? Deyir, sənin mən bir daha deyir o məsum üzünü görə bilməyəcəm. Səni mən deyir bu səfil insanların içərisində görmək istəmirəm. Sanki ölümü ilə Firəngizi uzatmaq istəyir. Firəngiz, aman deyir, nə üçün? Deyir, qorxma, mən onsuz da səni bağışlayıram. Son nəfəsində onu bağışladığını deyir. Oqtay, yox, sən həqiqəti mənə anlat. Mən onu görmək istəyirəm. Yenə də burada həqiqət axtarır. Qaçaqlar, atama, sən nə etdin? Tam ürəyindən vurdum. Bir dəqiqədə tamam oldu. Tam ürəyimdən vurdum deyir. Ürəyindən vurdum. Bir dəqiqə tam oldu. Yəni deyir, öldü. Canım deyir, bu doğrudan da deyir, onu vurdu deyəsən. Deyirəm, qaçaqlarda da bu söz yoxdur. Bunlar təəccüblənirlər. Xaspolot pərdəni salın, deyir. Zanavis, deyir, bitirin, yəni pərdəni salın, tamam eləyin. Mazandaranski, pərdəni verin. Suflyor, ssenarini deyir, ver, bitirin. Oqtay, bəli, doğrudan, yetər süni. Hər kəs deyir, burada artıq görürlər ki, həqiqətən vurdu da. Hər kəs bir təlaşa düşür. Yetər süynülü, yetər yalan. Siz həqiqəti mənə göstərin. Mən onu görmək istəyirəm. Mən onu deyir, görmək istəyirəm. Həm də nə qədər gözəl. Qaldırın deyir bu divarları. Belə bu divarları qaldırır. Hər kəs burada təəccüb içərisindədir ki, Oqtay nə edir? Bax belə deyir. Divarlar hər tərəfi yıxır, dağıdır Oqtay. Sən deyir, burada qaldırır güzgüləri falan, hər tərəfi tökür, dağıdır ki, həqiqət görmək istəyirəm mən. Sonra hər kəs burada təəccüb içərisindədir. Firəngiz deyir, artıq yoxdur. Fəqət mən deyir, yaratdığım Firəngiz əbədidir. Mənim deyir, o öldürdüyüm, yəni bu qaranlıqlar içərisində görmək istəmədiyim Firəngiz isə əbədidir. Nərgiz, Firəngiz deyir, ölmüş. Oqtay, yalan deyirsiniz deyir, o ölməmişdi. O mənim bağrımda həmişə yaşayacaq. Aslan deyir, tutun onu. Şaqqulucanım əlində bıçaq var. Oqtay, bıçaq al, atır. Fəqət istəməz. Mən özüm gedib özümü ədalət divanına təslim edəcəm. Mən yəni deyir, özümü polisə təslim edəcəyəm. Yox. Onu Şillerin idealları deyə bilər. Səfillər padşahı. Oqtay elə oğlu onu etməz. Mən dünyada ədalət divanı adına bir şey tanımıram. Mən deyir, ədalət divanını da tanımıram onsuz da. Hamısı yalandır. Onu deyir, Şiller eləyə bilərdi.
Şiller yəni öz əsərində deyir ədalət divanı qura bilərdi. Bunu Səfirlər Padşahı Oqtay eləyə bilməz. Çünki deyir bu ədalət də yalandır. Yalan deyir Şiller. Mən yenə ancaq bu zavallı xalqı tanıyır, ona müraciət edirəm. Ona təslim oluram. Son söz onundur. Qoy o söyləsin. Kimdir müqəddəs? Yaşadaraq öldürən, öldürərək yaşadan. Sevərək parçalayan, parçalayaraq sevən. Əli qanlı Səfirlər Padşahı Oqtay Eloğlumu? Bu zavallı günahsız yavrumu? Əski mühüdün bu gölünç heykəlimi və yaxud Alman dahisi böyük Şiller özümü?